Kes. Beş yaşlı boksçumuz. Maşallah. Zazanız. Matecini sen. Gel, yaklaşır. Sağ ol. Yerimiz çok sanatçılar masasında geldiğiniz Sağlığı teşekkür ederim Veysel ki bizi davet etmişsiniz. Bugünleri bu Şinörkent'te yaşıyoruz. Bayram haberesi var çünkü yeni bir boks bölmesi açılacak. Tabii ki bizi hamısı bu hal sevindir çünkü bu tabii ki malımızın təbliğatıdır, gençlerimizin hem hasta vaktidir, hem sağlam hayat tərzi için çok vakit olan bir hadisədir. Kendimizden bu yazı münasebətlər təbii ki Veysəl'de. Bilirsiniz ki dövlətin buna desteği var. Köpraşımızın tapşırdığı organizmi olan bütün regionlarında böyük manqurları inşa olunur ve ekmanımız kafede inkişaf edilir. Ve tabii ki böyle bir hal var. Hansı ki özel bölmelerin açılması tabii ki bizi çok sevindir. Biz de her zaman sizin yanınızda olmaya çalışırız ve bundan sonra da olacağı teşekkürümüzü bildirmek istedim. Hem yerli ahaliye hem icra organlarına hem de tabii ki bu zalın böyle emeği olan bugünler bu zal o kadar da böyle değil ama bugünler burada görünen bir uşaqlar var. Aslında gözlerinden biz artık görürük ki Allah geleceğin şampiyonları olacaklar, emin ettikleri olacak. İnşallah növbəti təsvirlərimizdə gələndə uzanların, bu kənddə uzanların sayı çox olacaq, digər müxtəlif idman növləri də açılacaq, əmin ettikləri də olacaq. Hər birisi münasibətlə təbrik edirəm və uğurlar artırırım. Çox sağ olun. Çok sağ olun. Nazırımızın tövbeler özellikle bize gösterdiğiniz kararlara göre size minnettarımızı bildirdik. Sözü bu mektebin baş direktörü, emektar meclisi Samir Həsanoğlu'ya sözü. Burada icra edilen başta Zalim Nazır, siz olmak şartıyla Abşeron İcra Hakimiyeti'nin muavini Gülmen Hanım, Boks Federasyası'nın başkatı bir Zimri Benzin Hanım ve Telman Bey'in hal-hazırda Savaşçılar Birleşik ve Komünizm Mehmetlerinin direktörü, emektar, İdman Ustası, Mehmet Bölü'yle olan Hüseyin Mehmet, çok değerli insanlar burada iştirak Tanrıman Zürüyetleri, Nurman Bey. Cenab-ı Nazırlar, ilk növbədə Cenab-ı Prezidentimize teşekkür ediyorum. Sizin gibi insanları bize nazır sesin, nazır denildir ki, idmanın inkişafı daha da yüksek olsun. Buradan bir başta size teşekkür ederim ki, bu inşa ettiğimiz idman zalının gördüğünüz gibi idman mimarları, ofisçileri, tatamlarıyla bizim zalı temin ediyoruz. Size teşekkür ederim. Biz alkışlıyoruz Cenab-ı Nazırlar. Rahat yaşıyorsa tabii ki şehitlerimiz hesabında, gazilerimiz hesabında. Bu tedbirde yardımından protestik branşinin yatısı var. Yadgarım var olsa, zəhmət olmuşsunuz böyle yersiz. Bu vətəndə rahat yaşayırsa, bu vətəndə dik ağızda yaşayırsa, Gülnar Hanım demişkən, bu Cənab Prezidentimizin, Ali Başkanımızın hesabınadır. Qazilərimizin, şəhidlərimizin hesabınadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Nazir, mən ürək sözüm çoxdur, ürəyim çoxdur. Sizin sadəniz, sizin səmniyyətiniz, idmanslara bu qədər qayıqınız, diqqətiniz biz məclisləri daha da çox işləməyə vadar edib də bir şəhid adası yadgərimi almışdır və yadgərimi aynı zamanda bütün burada iştirak edən iştirakçıların
Gənclər İdman Nazirliyi, Restoran Kompleks İdman Məktəbinin məqsəd müəllimi təyin edildiniz. Sizin orada təyin edildiyiniz direktor var, rəhbərimiz var, Səmavimiz, Zahistlərimizə, bizim əməklər olsasıdır. Mənə çox dayağı oldu, İlham müəllim mənə çox dayağı oldu və məni ikinci baş məqsəd edildi, burada verdiyi nəticələrə görə. Bir də ki, siz bu inventarlar deyil, mənim həm şəxsən mənə yanaşır. Eyni zamanda da mənə bu idman salım, mənə yox. Mehdibat cəmatına, bu idmançılarımıza bu idman inventarlarına təmin ederiz. Mən də buradan birbaşa ölkə başçısının cənab prezidentə, cənab nazir sizə söz verirəm ki, bu inşaat edildiyimiz, sizlərin dəstəyi ilə, federasiyonun dəstəyi ilə inşa edildiyimiz bu idman salonuna bayrağımızı xarici ölkələrdə dalgalandıran idmancılar, çempionlar yetişdirək.